Tofiq Yaqubulunun bu sözləri İlham Əliyevin xətrinə çox pis dəyib. Bu çıxışına görə bu gün İlham Əliyev Tofiq Yaqubulunu girovluqda saxlayıb, onu öldürmək istəyir. Sizə bir şey deyim. İlham Əliyevin hər şeyi olsa da bir şeyi dəqiq yoxdur. O da cəsarəti. Cəsarəti çatmır ki, özü haqda sözün düzünü eşitsin. İlham Əliyevin prezidentliyi də saxtadır, parlamenti də saxtadır, bioqrafiyası da saxtadır. Danışdığı bütün sözlər saxtadır. Onun ayın tarixindən başqa dediyi bir sözdə həqiqət tapa bilsəniz, gəlin mənə deyin. Yəni, ölkə həyatından bağlı nə deyir? Hamısı yalan, nəfəsi də yalanla gedib gəlir və bu adamın bu xalqa heç bir dəxli yoxdur. Qanunsuz yolla hakimiyyətə gəlibdir və bütün işi gücü bu xalqın sərvətini oğramaq, talamaq və bu xalqın azad, firavan, hüquq içində yaşaması uğrunda mübarizə aparan adamları şərləyib həbs atmaq, döymək, işgəncə vermək və hətta öldürməkdir.